Doğum günün 6-sı, 15-i və 24-üdürsə, ruh rəqəmi 6-dır. Amma unutma ki, doğum günümüz nə qədər sadə görünsə də, onda olan bütün rəqəmlərin hər biri sənə təsir edir və insanın daxili strukturunu formalaşdırır. Eyni rəqəmlərə sahib olan insanlar özlərini həm rəqəmin müsbət, həm də mənfi tərəfindən tanıda bilərlər. Çünki eyni rəqəmlər olsa da, onların yaşadığı şüur səviyyələri fərqlidir. Bu isə insanın öz üzərində işləyib işləməməsindən, ruhani inkişaf yolunda nə qədər irəliləməsindən və travmalara necə yanaşmasından asılıdır. Ruh rəqəminin hesablanması doğulduğumuz günün toplamıdır. 15-i və 24-ü anadan olanlar rəqəmləri toplayaraq 6 rəqəmini alacaqlar. 6 gözəllik, sevgi və yaradıcılıqla bağlı rəqəmdir. Amma eyni zamanda ən çox sınaqlardan keçənlərdəndir. Onların qarşısına daim cazibələr, asılılıqlar, seçimlər çıxır. Doğru ilə yanlış arasında qalmaq, öz daxili gücünü inkişaf etdirmək, bu dərsləri dərk edib düzgün yola getsələr, 6 rəqəmi altında doğulan insanlar həyatda böyük işlər görə, yaradıcı enerjilərini dünyaya bəxş edə bilərlər. Bəs 6 rəqəminin karmik vəzifələri nədir? İlk olaraq imtahanlarla mübarizədir. Çünki ömürləri boyu saysız-hesabsız cazibələr onların qarşısına çıxar. Tale onları elə sınaqlardan keçirir ki, başqa rəqəmlər bu qədər testdən keçmir. Hər birimiz həyatın döngələrində seçim qarşısında qalırıq. Rahatlıq naminə mi evlənmək, yoxsa sevgiyə görə? Kiçik bir qazanc üçün rüşvət almaq, yoxsa vicdanlı qalmaq? Başqasının həyatına qarışmaq, xəyanət etmək ya sadiq qalmaq, işdə həmkarının ayağını qazmaq, yoxsa dürüst şəkildə öz yolunu getmək. Şukra astrologiyada altıların idarəçisi və Venera planetinin enerjisini təmsil edən bir planetdir. Hekayəsi göstərir ki, bu planetin enerjisi bəzən cazibə və gözəlliyə çox cəlb olunur. Şukranın enerjisi insanların mənəvi inkişaf yolunda irəliləməsinə dəstək olur, yəni əsasən altıların. Amma bəzən bu cazibəyə uyması nəticəsində əvvəlki gücünü itirə bilir. Planet enerjisi bəzən səhvlərə və qaranlıq təsirlərə səbəb olsa da, işıqlı enerjilər hər zaman üstün gəlir. Hər bir altının içində hər gün qaranlıqla işığın savaşı gedir. Hansı tərəfi seçəcəyi isə yalnız ondan asılıdır. Əgər 6 özünü mənəvi cəhətdən gücləndirirsə, o zaman bu rəqəmin mənfi karması ondan yan keçə bilər. İkinci olaraq isə asılılıqlarla mübarizədir. Əgər 6 öz yaradıcılıq başlanğıcını inkişaf etdirmirsə, işdə özünü göstərmirsə, yaxud sadəcə intim həyatdan zövq almırsa və münasibətlərdən məmnun qalmırsa, onda müxtəlif asılılıqlara meyl yarana bilər. Məsələn, həyatında hər şey qaydasında görünən altıların birdən-birə alkoqola və ya başqa asılılıqlara qurşanması mümkündür. Çöldən baxanda onların ailəsi, işi, münasibətləri, hətta sağlamlığı qaydasında ola bilər. Amma daxildə bir boşluq, sanki həyatın özü yoxdur hissi onları bu yola sürükləyə bilər. Belə hallarda səbəb çox vaxt yaradıcılıq enerjisinin reallaşdırılmamasıdır. Altılar içində böyük bir istedad və yaradıcılıq gücü daşıyır. Lakin bunu həyata keçirməyə cəsarət etmədikdə, bu enerji dağıdıcı vərdişlərə çevrilə bilər. Əksinə həmin istedadı az da olsa, reallaşdırmağa başladıqda, məsələn, uzun müddətdir arzuladıqları bir hobbiyə girişdikdə, onların həyatı tamamilə dəyişir. Asılılıqlar yox olur, çünki yerini yeni enerji, ilham və yaşamaq həvəsi tutur. Altıların ən güclü silahı məhz yaradıcılığıdır. Onu boğanda həyat ağırlaşır, azad etdikdə isə bütün istiqamətlərdə inkişaf gətirir. Üçüncü olaraq özünü təmin etməyi, müstəqil olmağı öyrənməkdir. Adətən altılar kiminsə hesabına yaşamağı çox sevirlər və işləməyə can atmırlar. Siz 6-ya rahatlamaq imkanı versəniz, o bundan məmnuniyyətlə istifadə edəcək, sizin hesabınıza yaşayacaq və heç nə etməyəcək.
Onların çoxu tam əmindirlər ki, partnyorunun yanında sadəcə varlıqları ümumi büdcəyə dəyərli və yeganə tövhədir. Populyar verilişlərin birində gözəllərin yapışdırılmış kipriklərini çırparaq "Siz partnyorunuza nə verə bilərsiniz?" sualına "İnamla öz gəncliyimi və gözəlliyimi" demələrindən anlaya bilərsiniz ki, onlar altıdır. Amma gənclik və gözəllik tez keçir. Tək qalmaq və qocalmaq qorxusu altıları çox incidir. Buna görə də məhz onlar plastik cərrahların ən tez-tez müraciət edən müştəriləridir. Çünki gözəlliyi biraz da uzatmaq istəyirlər. Tez-tez elə qadın altılara rast gəlmək olar ki, 50 yaşında belə 30 yaşında görünürlər. Onlar işləmirlər və hələ də sevgililərinin pulları ilə yaşayırlar. Bir çoxları onlara həsəd aparır, elə yaşamaq istəyirlər. Amma dəbdəbəli həyatın tərs tərəfini hamı bilmir. Dördüncü olaraq mənəvi inkişaf və özünü tanımaqdır. Əgər altı inkişaf etmək və həyatda özünü tapmaq istəyirsə, onda əxlaqi prinsiplərə uyğun düzgün həyat yaşamağa çalışmalıdır. Zina etməmək, aldatmamaq, başqasının hesabına yaşamamaq. Özündə mərhəmət, sevgi, yaxşılıq kimi fəzilətləri inkişaf etdirməkdir. Sənə sədaqətli insana zərər verəcək heç nə etməmək, deməmək və düşünməmək lazımdır. Səninlə yaşayan insana həm sözlə, həm əməllə kömək etmək, partnyora hörmətlə yanaşmaq mütləqdir. Bunun üçün insan sadəcə öz hərəkətləri, nəticələrinə dürüst baxmalıdır. Karma altıları tez-tez cəzalandırır. Gənclikdə zöhrəvi xəstəliklərlə, orta yaşda övlad problemləri ilə, xəyanət və boşanma hekayələri ilə, qocalıqda isə tənha qalmaq və həyatın boşuna keçdiyi hissi ilə. Bunun qarşısını almaq üçün hər bir altının sevdiyi işi və mənəvi dəyərləri olmalıdır ki, onların sonsuz enerji mənbəyini düzgün istiqamətə yönəltsin. Axı bu dünyadakı bütün gözəlliklərdə 6 rəqəmi olan insanların əli var. Son olaraq isə yaradıcı istedadını tapmaq və göstərməkdir. 6 rəqəmi yaradıcı enerjidir. Hamı öz yaradıcılıq potensialını peşədə ifadə edə bilmir. Bəziləri bunu münasibətlərdə və ya intim həyatda göstərirlər. Bəzən darıxmamaq üçün partnyor dəyişirlər. Onlar hər biri ilə özlərinə yeni bir şey yaradırlar. Bu da onlar üçün yaradıcı prosesdir. Altıların həyatında ən vacib mövzulardan biri də yaradıcılıq enerjisidir. Amma bu enerji həmişə peşə ilə bağlı olmaya bilər. Çox vaxt altılar gündəlik işlərində yaradıcılıq görmürlər. Məsələn, rəsmi sənədlər, hesablar, müqavilələr və rutin proseslər onları darıxdıra bilər. Amma özlərini başqa sahələrdə tapırlar. Məsələn, bəziləri təmir, dizayn və ya əl işləri ilə məşğul olduqda böyük həvəs və ruh yüksəkliyi hiss edirlər. Çoxları üçün yorucu görünən iş, divar rəngləmək, mebel düzəltmək, detallar üzərində işləmək, altılar üçün ən yaradıcı və ən sevimli məşğuliyyətə çevrilə bilər. Onlar bu sahədə özlərini o qədər itirirlər ki, əvvəlcə evlərini gözəlləşdirir, sonra bağ evlərini, daha sonra isə yaxınlarının xahişi ilə başqalarına da kömək etməyə başlayırlar. Hətta bu məşğuliyyət gəlir mənbəyinə də çevrilə bilər. Bu, bir daha göstərir ki, altıların əsl gücü məhz öz yaradıcı enerjilərini yönəldə bildikləri sahələrdə ortaya çıxır. Həyatlarının harasında olursa olsun, onlar öz daxili yaradıcılıqlarını ifadə etdikdə həm məmnunluq, həm də uğur əldə edirlər. Gördüyümüz kimi 6 rəqəminin karmik vəzifəsi cazibələrə uymamaq, asılılıqlardan uzaq durmaq, öz gücü ilə ayaqda qalmaq, sevgi və yaradıcılığını düzgün istiqamətdə yönəltməkdir. Əgər 6 rəqəmi ilə bağlısınızsa, özünüzə sual verin. Mən hansı istedadımı həyata gətirməliyəm? Çünki 6 yaradıcılığın, gözəlliyin və ilahi sevginin rəqəmidir. Onu doğru yaşasanız, həyatınız həm sizin, həm də ətrafınızdakıların sevinci ilə dolacaq. Bəyənin, paylaşın və abunə olun ki, alma-vermə balansını qoruyaq.